çox stomatologlar durdular mənə qarşı. Siz inanmazsınız. Mən özüm də həkim olsam da, amma dişə iynə məsələsində çox qorxuram da. Yəni hər yazda payızda mütləq vurdururdum ki, dişimin əti qaçmasın, aradan biz xəstəliyi olmasın. Onu mən qoymuşam kənara. Bütün pasientlərimə deyirəm ki, lazım deyil iynə. 10 günə 100 manat vermirsən bacım. Allah rızası mən cavabını yolladım. Xəstəyə travmadır, vaxt itkisidir, pul itkisidir. Birinci mənim bu ərsağı sevməyimə səbəb bax pasta oldu. Çünki sənətim olmamış pasta. İnanın ki, möhtəşəmdə bana yazdı ki, mən necə səhv elədim. Geri ondan 2 dənə, 3 dənə alardım. Mən də bunu kimdən alım, dükkanda yoxdur bundan. Çünki güclü damaq xəstəliyi var, sürtəndə qanıyır. Birbaşa damağın anası var bu pastadır. Və özüm istifadə eləmişəm, özüm konkret bilirəm bunun tərkibi nədir. Əgər mən bunun effektini görmüşəm, bunu yerə qıla biləm. Bir alan, 2 dəfə deyir ki, xahiş edirəm. Gətir mənim iynədən canımı qutarsın. 3-cü gündə artıq mənim damağımı qanamaq. Siz inanırsınız, özüm, uşaqlarımız, bütün ailəmiz ancaq bu pastadan istifadə edir. İnsan effektini gördüyü şeyi istəyir ki, reklam eləsin. Mən yalandan danışamıram ki, yaxın belə. Mən onun effektini görmüşəmsə, mən onu deyirəm ki, bax, budur. Və bu diş pastası, bu tez təsir edir. 2-3 gündə. Nə alıramsa evimə buradan. Hətta bir görsə 7 yaşın çatmış uşaqlar, qızlar gəlir ki, məsələn, ay doktor, damaq qanıyor, var. Məsələn, yazırım, şalfı elan başqa iynədən qorxub gəlmir. Və yaxud da ximxat tərkibli, məsələn, pastalar yazırıq. Baxın ki, uşaq onu qutsa avtomatik olaraq ziyandır. Bunu istifadə edir, camma da doğuyur. Onsuz da biz bu pastanı alırıq. Ya eləsinə, ya beləsinə.